Bəli, Milli Məclisin bugünə olan plenar iclasında müzakirələr davam edir. Bugün əsas müzakirə mövzularından biri məhz Türkiyə və Azərbaycan arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumunun təsdiqinin müzakirə olunması idi. Müzakirələr zamanı Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, memorandumun əsas məqsədi tərəflərin dövlət təhlükəsizliyinin, ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunması naminə müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Qeyd olundu ki, bu sənəd Azərbaycan və Türkiyə strateji müttəfiqliyinin xüsusilə də Şuşa bəyannaməsində təsbit olunan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Memoranduma əsasən tərəflərdən birinin silahlı təcavüzə məruz qalması halında BMT Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq fərdi və birgə özünün müdafiə hüququ çərçivəsində qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulur. Yardım müvafiq sorğu əsasında və milli qanunvericiliyə uyğun həyata keçiriləcək. Həmçinin bu sənəddə birgə hərbi təlimlərin və hərbi təhsil, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı, gücləndirilməsi də öz yerini tutur. Bizim isə hələlik çatdırmaq istədiklərimiz bunlardan ibarət idi. Buyurun, söz yenidən studiyadadır.